Salam, hörmətli müəllimlər, əziz şagirdlər. Bugünkü izah edəcəyim mövzu Mart soyqırımı haqqında olacaq. Bilirsiniz ki, soyqırım ərəfəsində ölkədə siyasi vəziyyət sabit deyildi. Bakı Soveti, Sovet Rusiyasının yardımı ilə silahlı qüvvələr yaratmağa başlayır və artıq o deməkdir ki, bu Mart soyqırımı ərəfəsində bolşeviklərlə erməni daşnaqlar artıq ittifaqa girmişdilər. Və Cənubi Qafqaz Komissarlığı 1917-ci il dekabrın 5-də Osmanlı dövləti ilə Ərzincan müqaviləsini bağladı. Bu sazişdən sonra Qafqaz cəbhəsindən qayıdan Rus əsgərlərinin bir çoxu Bakıda dırnaqarası ləngiməli oldular. Nə üçün? Ona görə ki, müharibə dövrünün çətinlikləri yaşanırdı Rusiyada və bolşevik təbliğatı baş vermişdi. Bunun təsiri ilə Rus ordusu Qafqazda qaldı. Sovetin İnqilabi Qüvvə adı altında yaratdığı silahlı birləşmələrin böyük bir hissəsi erməni və ruslar idi ki, bunlar da bizim xalqımıza nifrət bəsləyirdilər. Əslində, ermənilər etnik təmizləmə siyasətinə 1917-ci ilin sonlarından başlamışlar. Təkcə 18-ci ilin martına kimi İrəvan quberniyasında 200-ə yaxın müsəlman kəndi məhv edilmişdi. 100 mindən çox azərbaycanlı soyqırıma məruz qalmışdı. Quberniyada çox olan müsəlmanların qovulub çıxarılması, gələcəkdə İrəvan quberniyasında erməni dövlətinin yaradılması üçün atılmış əsas addım idi. Azərbaycanlıların bu zaman silahsız qalmalarına görə komissarlıq, daha sonra da onu əvəz edən Seyim əslində məsuliyyət daşıyırdı. Bu dövrdə bolşevikləri, daşnaq ermənilərini hiddətləndirən müəyyən səbəblər var idi. Bunlar ondan ibarət idi ki, Azərbaycanlılar əslində artıq milli muxtariyyət istəyirlər, Rusiyanın tərkibində muxtariyyət tələb edirdilər və milli siyasi qüvvələr yaranmışdı bizdə, xalq da o siyasi qüvvələrin ardınca gedirdi. Soyqırım ərəfəsində Azərbaycanlıların bir hissəsi də ağır durumdan, vəziyyətdən çıxmağın yolunu Osmanlı dövlətinin tərkibinə qatılmaqda görürdülər ki, bu da erməni və rusları təbii ki, qane etmirdi. Əhalini erməni quldurlarına müdafiə etmək məqsədi ilə müsəlman milli şuraları, milli hərbi dəstələr yaratmağa başlayırlar və 17-ci ilin dekabrında Cənubi Qafqaz Komissarlığının qərarı ilə Əlağa Şıxlinskinin komandanlığı altında Müsəlman Milli Korpusu yaradıldı 1917-ci ilin dekabrında. Və oktyabr çevrilişindən sonra buraxılan, Azərbaycana qayıdan Tatar Suvari Alayki vardı, hansı ki 1-ci Dünya müharibəsində iştirak etmişdi bu əskərlər. Onlar bu Müsəlman Milli Korpusunun əsasını təşkil etdilər. Və Şəmkir hadisələri baş verəcək bu dövrdə. Nə idi Şəmkir hadisələri? Cəbhədən qayıdan Rus hərbi hissələri türk-müsəlman kəndlərini soyub talamağa başlayırlar və müsəlman korpusu silah-sursat təchizat problemi ilə qarşılaşır. Cənubi Qafqaz Komissarlığının onların iki alayını tərksilah edilərək silahların Azərbaycana təhvil verilməsi haqqında qərarı qəbul edilir. Həmən bu Cənubi Qafqaz Komissarlığının tərksilah qərarına əsasən 1918-ci il yanvarında Şəmkir dəmir yolu stansiyasında cəbhədən geri qayıdan Rus qoşunu tərksilah edildi. Əlbəttə ki, Rus ordusu bu zaman bolşeviklərin və şovinizm təbliğatının təsiri altında olduğuna görə silahları Azərbaycanlılara könüllü təhvil verməkdən imtina etdilər. Ona görə də güc tətbiq olunur. Nəticədə tərəflər arasında toqquşma baş verdi. Münaqişənin aradan qaldırılması üçün Xas Məmmədov, Xoyski, Rüstəmbəyov mühüm səylər göstərdilər və həkim Rəfibəyov hətta yaralı Rus əskərlərinin müalicəsini də təşkil etdi. Və Bakıya gəlmiş Rus əskərlərinin Şəmkirdə baş verən hadisələr haqqında verdikləri məlumat Bakı Sovetinin müsəlman əhalisi ilə bağlı pis niyyətlərinin həyata keçirilməsi üçün apardıqları anti-Azərbaycan təbliğatına zərbə vurdu. Amma Bakıda Azərbaycanlıların iri silahlı birləşmələri yox idi. 18-ci ilin fevralında 1-ci müsəlman atıcı alayının yaradılması məqsədi ilə Lənkərandan Bakıya general-mayor Xəlil bəy Talışinskinin rəhbərliyi elədiyi zabitlər qrupu geri qayıtdılar və qayıdan zaman Sovet qüvvələri tərəfindən həbs edilirlər. Nəticədə buna əhali, yəni əsasən təbii ki, müsəlman əhali etiraz elədilər. Şəhərdə baş verən dinc etiraz çıxışlarının qarşısı əvvəlcədən planlaşdırıldığı kimi zorakılıqla alındı.
Daha sonra zabitlər azad edilsələr də silahların qaytarılması ilə bağlı olan danışıqlar nəticə vermədi və silahlar qaldı bolşevik daşnaq qüvvələrinin əlində. Bu da müsəlman hərbi hissələrin yaradılması işini çətinliyə sürüklədi. Bakı Soveti əlavə gücə sahib olmaq üçün 18-ci ilin martında daşnaqlarla Azərbaycan Milli Hərəkatının əsas siyasi qüvvəsi Müsavata qarşı hərbi siyasi ittifaq bağlayırlar. Bolşeviklərin Bakıya mühüm əhəmiyyət verməsinin müəyyən səbəbləri var idi. Bu səbəblər nədən ibarət idi? Çalışırdılar ki, Azərbaycan iqtisadi inkişafında deməli tükənməz mənbə var idi. Yəni burada Azərbaycan Milli Hərəkatının mərkəzi idi Bakı şəhəri. Həmçinin bolşeviklərin Cənubi Qafqazda hakimiyyətlərini yaymaq üçün Bakı dayaq nöqtəsi olmalı idi. Və məqsədlər bundan ibarət oldu ki, bolşeviklərin əsas rəqibi Müsavat partiyası idi. Bu partiyanın sosial bazasını məhv etməyə qarşı məqsəd qoydular. Xalqın azadlıq mübarizəsinin başsız qoymağı məqsəd qoydular. Bir də Bakıda möhkəmləndikdən sonra rahat şəkildə Azərbaycanın digər ərazilərini işğal etməyi öz qarşılarına əsas məqsəd qoydular. Və təbii ki, bu məqsədləri həyata keçirmək üçün müəyyən bəhanələr lazım idi. Bu bəhanələr nə idi? Deməli, bolşevik erməni qüvvələri Bakıda müsəlman əhalisinə divan tutmaq üçün Müsəlman Suvari Alayının bir qrup əskər və zabitinin Evelina gəmisində, bu sərnişin gəmisi idi, Bakıya gəlməsini bəhanə kimi istifadə edir. Gəmi 1918-ci il martın 27-sində Azərbaycan xeyriyyəçisi Hasan İladın Tağıyevin oğlunun, yəni alayın zabiti olan Məhəmmədin dəfnində iştirak etmək üçün gəlirdi Bakıya, amma alayın şəxsi heyəti Bakı Soveti tərəfindən tərk silah edildi. Bu hadisədə təbii ki, müsəlmanların ciddi etirazı ilə nəticələnildi. Bu etirazlardan da erməni və ruslar öz məqsədlərini həyata keçirmək üçün istifadə etdilər. 18-ci il martın 30-da Bakı Sovetinin hərbi qüvvələri türk müsəlman əhaliyə qarşı geniş miqyaslı əməliyyatlara başladı. Əsasən erməni zabitlərin rəhbərlik etdikləri üçün hərbi əməliyyatlar müsəlmanlara qarşı milli qırğın siyasəti xarakter almışdı. Müsəlman məhəllələri dənizdən hərbi gəmilərdən, havadan da Rusiyadan gətirilmiş 2 təyyarədən bombardıman edilməyə başlayır. Martın 31-də şəhərin əhalisi Bakı Sovetinin silahlı qüvvələrinə qarşı müqavimətini dayandırdı. Bakıda soyqırım zamanı Kaspi, Açıq Söz qəzetlərinin redaksiyaları, İsmailiyyə Xeyriyyə Cəmiyyəti, Təsəvvür və Şah məscidləri dağıdıldı. Hətta qırğınlar o qədər geniş vüsət almışdı ki, Xəzər hərbi donanmasına rus matrosları qırğınlara etiraz elədilər və Bakı Sovetindən qırğınların dərhal dayandırılmasını tələb edirlər. Əks halda erməni məhəllələrinə bombardıman ediləcəyindən xəbərdarlıq elədilər. Xəbərdarlıqdan sonra erməni zorakılığına demək olar ki, son qoyuldu. Aprelin 1-də Azərbaycanlı partiya və cəmiyyətlərinin nümayəndələri Bakı Sovetinin tələblərini qəbul etdi. Buna Baxmayaraq ki, ermənilərin istəkləri, tələbləri qəbul edildi. Bakıda soyqırım aprel ayının 2-sinə qədər, Bakı quberniyasında soyqırım isə sentyabrın 15-nə qədər davam etdi. Nəticə olaraq Bakı quberniyasında 50.000 insan qətlə yetirildi. 1918-ci ilin iyul ayında soyqırım hadisələrini araşdırmaq məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Tədqiqat Komissiyası yaratdı və Bakıda 3 gün davam edən qırğın zamanı 12.000 nəfər müsəlmanın əks-inqilabçı və müsavatçı adı altında qətlə yetirdiyini müəyyənləşdirdi. Soyqırımlar təkcə Bakı ilə məhdudlaşmadı. Şamaxıda mart ayının 30-dan iyuluna kimi qırğınlarda 20.000-dən çox sakin qətlə yetirildi. Qırğınlar zamanı ermənilərə Malakanlılar onlar da kömək etmişdilər. Halbuki əhali gözləmirdi Malakanların onlara qarşı soyqırım həyata keçirəcəyini. Qubada aprel-may aylarında ermənilər Hamazaspın rəhbərliyi altında 4000-dən çox müsəlman öldürdü. 2007-ci ildə Quba şəhərində tikinti zamanı təsadüfən kütləvi məzarlıq aşkarlanır və məlum olur ki, 1918-ci ildə ermənilərin törətdiyi əhali soyqırıma uğrayıb və bu da əyani sübut oldu. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Qubada soyqırım memorial kompleksinin yaradılması qərar aldı və kompleks 2013-cü ilin sentyabrın 18-də əhalinin ziyarətinə açıldı.
Digər qəzalarda da qırğınlar davam edirdi. Lənkəranda 3000 nəfər, ardınca Salyanda, Kürdəmirdə, Göyçay qəzalarında qırğınlar törədildi. Etnik təmizləmə İrəvan quberniyasının Naxçıvan, Şərur, Üçmədzin, Zəngəzur qəzalarında həyata keçirildi. Təkcə Zəngəzurda 115 müsəlman kəndi dağıdıldı. 10 mindən çox insan məhv edildi. Ümumilikdə 100 mindən çox türk müsəlman əhalisi soyqırıma məruz qaldı. İrəvan ətrafında etnik təmizləmə həyata keçirildi. Həmçinin İrəvanın özündə də, ona görə ki, ermənilər gələcəkdə buranı işğal etmək üçün özlərinə bir baza yaratmış oldular. Soyqırımın müəyyən nəticələri oldu. Şamyanın rəhbərliyi altında erməni daşnaq qüvvələri 1918-ci il Mart soyqırımı törətdikdən sonra Bakıdakı siyasi vəziyyət bolşeviklərin xeyrinə dəyişdi. Bakı şəhəri və quberniyanın bir çox hissəsi Sovet hakimiyyətini tanımaq məcburiyyətində qaldı. Azərbaycanlıların milli iradəsini qırmağa, milli azadlıq ideyalarını boğmağa çalışan düşmənlər düşündüklərinin əksi ilə qarşılaşdılar. Çünki artıq Azərbaycanlılar anladı ki, Rusiyanın daxilində muxtariyyətə inam sarsılmış oldu. Yəni onun tərkibində bizim əhalinin yaşaması biraz çətin məsələ oldu və başa düşdük ki, müstəqil dövlət lazımdır bizə ki, Rus və erməni qançənlərindən əhalini qoruya bilək. Mart soyqırımından sonra Bakı Soveti bir sıra tədbirlər gördü. Məsələn, yerlərdə zorakılıqla Sovet hakimiyyətləri yaradılır və bütün milli şuralar, erməni milli şuralarından başqa fəaliyyətləri qadağan edildi. Bolşevik və erməni mətbuatından başqa bütün qəzet, jurnal nə varsa bağlandı. 1918-ci ilin aprelin 20-sində Bakı Şəhər Duması buraxıldı və bütün şəhər təsərrüfatı, ərzaq, nəqliyyat keçdi Bakı Sovetinin ixtiyarına. Qafqaz Seymi əks-inqilabi qurum elan edildi. Mart soyqırımı vətəndaş müharibəsi kimi təqdim edilərək 1918-ci il aprelin 25-də Sovet Rusiyasında olduğu kimi hökumət Bakı Xalq Komissarlığı Soveti yaratdı. Yenə də Şamyan Bakı XKS-nin sədri seçildi. Şamyanın məqsədləri Azərbaycan torpağı hesabından Böyük Ermənistan yaratmaq, Azərbaycanın bütün sərvətlərini talamaqdan ibarət idi. Yəni bunu özünü artıq bir vəzifə kimi qarşısına məqsəd qoymuşdu. Lenin hərbi komissarlığa və inqilabi mübarizəyə şurasına Bakıdakı Sovet qoşunlarını təcili bütün zəruri hərbi sursatla təmin etmək göstərişi verir. Ordunun sayı 18 minə çatırdı. Bunun da 13 min nəfəri, zabitlərin isə hamısı ermənilərdən ibarət idi. Heydər Əliyev Azərbaycanlıların soyqırımı haqqında 26 mart 1998-ci il fərmanına əsasən 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilmişdir. Bakı XKS-nin özünün də bir sıra tədbirləri həyata keçirildi. Bakı XKS-də də yenə əsas vəzifələrdə ermənilər rəhbərliyində yenə Şamyan dayanırdı və iqtisadi siyasətin əsasını xüsusi mülkiyyəti müsadirəsi təşkil etdi. Milliləşdirmə adlanan bu tədbirlər əslində Azərbaycan iqtisadiyyatının Sovet hakimiyyəti tərəfindən tam ələ keçirilməsi idi. Ən pisi də o idi ki, iqtisadi gücə malik olan xüsusi sahibkarlara heç bir haqq ödənilmədi dövlət tərəfindən. Yeni Sovet inzibati idarə orqanları, xalq milisi, yəni polis, inqilabi tribunal, xalq məhkəmələri və sair orqanlar yaradıldı. Moskvanın birbaşa göstərişi ilə neft sənayesi milliləşdirildi. Bakı nefti başladı Rusiyaya daşınmağa. 1918-ci il aprel-iyulunda Qardaş Yardım adı altında Bakıdan Rusiyaya 1,3 milyon ton neft, pambıq, düyü, çay, düz, balıq, meyvə, yəni hər bir nə istehsal olunursa hamısı göndərilirdi. Oradan da Bakıya, yəni Bakı XKS silahlansın deyə silah-sursat, pul və hərbi dəstələr gətirilirdi.